Hər birinizi salamlayıram. Mən Stara Müzəffər kanalıma xoş gəlmisiniz. Bugün sizinlə BİM 2025 model testlərinin izahını paylaşacağıq. İzaha keçməzdən əvvəl qısa bir məlumat vermək istəyirəm sizə. Belə ki, bizim abituriyentlər üçün sürət qrupumuz fəaliyyətə başlayıb martın 11-dən. Artıq martın 31-i, yəni gələn həftədən etibarən sınaq qrupumuz fəaliyyətə başlayıb. Bu sınaq qrupu ümumi sınaq qrupudur. Yəni martın 31-dən indi mayın 20-si götürək 23, 24, yəni nə vaxt imtahanımız olacaqsa həmin günə qədər bu sınaq qrupumuz mövcud olacaq və hər gün mart ayının 31-dən etibarən hər gün qrupa bir ümumi sınaq göndəriləcək. Sınaqların hər biri mənim tərəfimdən hazırlanır və təkrarsız sınaqlardır. Sınaq göndəriləcək və izahı göndəriləcək. İşləyəcəksiniz, izaha baxacaqsınız və səhvlərinizi görəcəksiniz. Nə kimi sualınız olsa da mənə şəxsidə yazıb soruşa bilərsiniz. Belə bunu qeyd elədik. Daha sonra model testlərə keçməzdən əvvəl bir də onu qeyd eləmək istəyirəm ki, model testlər özünüz də bəlkə baxmısınız, görmüsünüzsə, biraz çətin tipli testlərdir. Və belə olanda istər-istəməz uşaqlar fikirləşirlər ki, imtahan da belə düşəcək, amma qəti şəkildə narahat olmayın, imtahan bu formada düşməyəcək. Bunu öz qruplarıma da demişəm, sizə də deyim ki, yəni bir müəllim olaraq mən qeyd edirəm ki, əgər imtahanı bu formada salsalar, mən sizə inandırım ki, 50-60 min abituriyentdən 1000-2000-i orada normal nəticə göstərər, yoxsa göstərməz. Ona görə heç də narahat olmayın, imtahan elə keçən ilki səviyyədə düşəcək. Gəlin vaxt itirmədən keçək suallarımıza. Ekran paylaşımımızı eləyək və başlayaq birinci sualımızdan. Birinci sualımızda bizə yazıb Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi. Ümumiyyətlə, birinci sual bizsiz haranı əhatə eləyir? Dünya dövlətləri 1918-1945-ci illərdə. Burada bizim nə var mövzularımızdan? Versal Washington sistemi var. Daha sonra orada 5 dənə dövlətimiz var. Almaniyadır, Böyük Britaniyadır, Türkiyə, SSR, bir də ABŞ Birinci Dünya müharibəsindən sonra orada var 20-ci əsrin 20-30-cu illərində dövlətlərarası münasibətlər və İkinci Dünya müharibəsi. Birinci sualımızda əhatə edir həmin hissədə 20-ci əsrin 20-30-cu illər dövlətlərarası münasibətlər hissəsini və biz orada Ömər Muxtarın başçılığı ilə Liviyada bir azadlıq hərəkatı görürük. 1923-cü ildə başlayır bu azadlıq hərəkatı. 1932-ci ildə İtaliya bu azadlıq hərəkatını yatıracaq. Yəni azadlıq hərəkatı İtaliyanın müstəmləkəçilik siyasətinə qarşı baş vermişdi. Niyə Liviya və İtaliya Ömər Muxtar yəni bu formada götürməliyik? Çünki Trablis müharibəsi var. 1911-ci ildə Osmanlı İtaliya məğlub olur və Afrikadakı sonuncu mülkünü Liviyanı itirir və İtaliya o ərazini tutur. Burada birinci sualda da doğru cavabımız olur C variantı. Sonra gəldi ikinci sualda bizə belə bir xəritə verir və xəritəyə əsasən biz dövrün xüsusiyyətlərini ifadə edən doğru cavabları tapmalıyıq. Baxırıq xəritəyə. Xəritədə nə verilib? Xəzər vilayəti var, bir də Gürcü İmeriti quberniyası var. Xəzər vilayəti və Gürcü İmeriti quberniyası bizdə yaranıb 1840-cı il 10 aprel islahatına əsasən davam eləyəcək 1846-cı il 14 dekabr islahatına qədər. Yəni 1840-1846-cı illər aralığında olan hadisələri axtarılır. Yəni biz axtarmalıyıq. Çünki xəritədə verilən məsələlər üzrə doğru cavabımız belədir. Bir də yazıb tacirlərdən karvan yollarının qorunması müqabilində rəhdar rüsumu alınırdı. Rəhdar biz yadımıza salmalıyıq ki, 1836-cı ildə ləğv edilib. Ona görə bir ola bilməz, biri çıxdı. Məhkəmə işləri rus dilində aparılırdı. Hə, 1840-cı ildə olan məhkəmə islahatında da yenə məhkəmə işləri rus dilində aparılır. 3-də yazıb sahibkar kəndləri pay torpaqlarını satın almaq hüququna malik idilər. Xeyr, bu söhbət 1870-ci il islahatı ilə olacaq. Amma 1870-ci il islahatı əgər istəsəydi bizdən, orada ən azından İrəvan quberniya olmalıydı, Yelizavetpol quberniya olmalıydı, Şamaxı vilayəti İmereti, yəni bu quberniyalar olmamalıydı. Dediyimiz kimi 3-də çıxırıq. Ali müsəlman zümrəsinin hüquqları tənzimlənmişdir. Hə, 4-ü götürəcəyik. Nə vaxt? 1846-cı il 6 dekabr reskripti. Ona görə ikinci sualda da doğru cavabımız olacaq A variantı. Bu sualda siz hara aiddir? Azərbaycan 19-cu əsrin 30-50-ci illərində. Buradan da bizə bir dənə sual düşür. Bu formada veriblər, amma imtahanda təbii ki daha rahat formada salınacaq.
Sonra gəldik üçüncü sual. Qafqaz müharibəsinə aid deyil. Bu sual əhatə edir dünya dövlətləri 19-20-ci əsrin əvvəllərində və Rusiyanı veriblər. 19-20-ci əsrin əvvəllərində dövlətlər Rusiya. Qafqaz müharibəsi də 18-ci əsrin ikinci yarısından başlayır, 1864-ə qədər davam edir. A doğrudur, C doğrudur, 1864 başa çatacaq. D doğrudur, Y doğrudur, amma Azadlıq Hərəkatı Şeyx Şamilin rəhbərliyi ilə başlamayıb. Şeyx Mənsurun rəhbərliyi ilə başlayıb. Sadəcə 1834-cü ildən etibarən Şeyx Şamil gəlib hərəkatın rəhbərliyinə. Ona görə B variantı yanlış olur. Sonra hadisə nəticə əlaqəsinin səhv göstərildiyi bəndi istəyir bizdən. Bu türk dövlətləri erkən feodalizm türk dövlətləri erkən feodalizm dövründə 8 dənə türk dövlətimiz var. Bir dənə sual düşəcək. İndi bunu bu formada veriblər bizə. Səhv göstərildiyi bəndi istəyir. Qaraxanlı satıb Buğraxan İslamı qəbul edir. Türkistanda əhali. Bu da doğrudur. Mahmud Qəznənin Hindistana hücum etməsi Samanilər dövlətinin süquta uğradılması. Birincisi, Samanilər Hindistan ərazisində deyil. İkincisi də ki, Samanilər süquta uğradandan sonra 199-da Samanilər süquta uğradılır. Ondan sonra Mahmud Qəznəni Hindistana hücum eləyir. Ona görə doğru cavabımız olacaq B. Burada səhv göstərilib. C variantı doğrudur. Ki, Əbu Müslüm üsyanı Əməvilərin hakimiyyətinə qarşı baş verib. D variantı doğrudur. Yenə eyni şəkildə Y variantı doğrudur. Sonra gəldik 5-ci suala. 5-ci sualda belə bir xəritəmiz var və deyir ki, xəritədə işarələnmiş dövlətin Azərbaycanla bağlı siyasəti. Xəritədə işarələnmiş dövlətimiz İngiltərədir. Bunu bir dənə biraz yerləşdirək ki, görsənsin həm cavablarımız, həm də bu. Dövlətimiz İngiltərədir. Ümumiyyətlə, bu sualda həm Azərbaycanın 20-ci əsr tarixi, həm də 17-ci əsr Səfəvi dövləti əhatə olunub. Keçən imtahandan da gördüyümüz kimi Səfəvi dövlətini hardasa 4-5 sualın içərisində istifadə eləmişdilər bizdə. Burada da yenə eyni şəkildə. Dövlətimiz İngiltərədir. İngiltərə 17-ci əsrdə baxaq. Hə, bir A doğrudur ki, Səfəvilər dövlətinə Portuqaliyaya qarşı mübarizədə hərbi dəstək verib. 1621-ci ildə əbədi dostluq, ondan sonra 22-ci ildə kömək edir və biz Hörmüzü alırıq. B. Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququ əldə etməsi. Baxın, burada biraz taktiki gediş işlətmək lazımdır. Volqa-Xəzər deyir. Volqa çayı İngiltərənin ərazisindən axmır, axı Volqa çayı axır Rusiyanın ərazisindən. Bu söhbət 1667-ci ildə Rusiya ilə Səfəvilər arasında olan ticarət müqaviləsinə aiddir. Sonra müqəddəs birliyə qoşulmaq təklifilə Səfəvi dövlətinə elçilər göndərməsi. Birincisi heç İngiltərə özü müqəddəs birliyə qoşulmayıb 1684-cü ildə bu birlik yarananda. İngiltərə bura qoşulmayıb, özü qoşulmadığı bir yerə necə Səfəviyə elçi göndərə bilər? Bunu da eləyən Rusiyadır. Birdə ancaq A-nı götürdük, B ilə C-ni çıxdı. 2-də 20-ci əsr yazıb ki, Bakının neft sənayesinə ilk dəfə kapital qoyması. İngilis kapitalistləri Azərbaycana gəliblər 19-cu əsrin 90-cı illərində. İlk kapitallar 19-un 90-cı illərindədir. Ona görə A-nı çıxdım. Azərbaycanın dövlət müstəqilliyini tanıması. Doğrudur, Azərbaycanın dövlət müstəqilliyini biz 1920 Paris Sülh Konfransında de facto olaraq AXC götürə bilərik. Sonra da müstəqil 91-dən sonraki Azərbaycan B-ni götürdüm. Moskva və Qars müqavilələrinin bağlanmasına iştirak etməsi. Xeyr, Moskva və Qars müqavilələrinin bağlanmasında Rusiya və Osmanlı və yaxud Türkiyə desək daha doğru olar. Onlar iştirak ediblər. Ona görə deməli, 1-də olacaq A, 2-də olacaq B, o da hardadır? A variantında. Gəldik növbəti suala. Növbəti sual 6-cı sualdır. Azərbaycan 3-7-ci əsrdə, yəni Sasani İmperiyasının tərkibində bir sual olaraq qabağımıza çıxır. Burada da o bir sualı veriblər və miks eliblər türk dövlətləri ilə. Yazıb Alban hökmdarı 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etdiyi əsrdə, yəni qısaca 5-ci əsrdə. Sadəcə bir şeyə fikir vermənizi istəyirəm ki, artıq son dövrlərdə bu il, gələn il, ondan sonraki illərdə imtahan bu formada təşkil ediləcək ki, kurikulum sistemi olduğu üçün fikir verin sizə sualın şərtini konkret olaraq vermir. Ki, hə, yaza bilərdi ki, 5-ci əsrdə Qərbi Roma axın. Amma elə verir ki, bu bir sualın içərisində 3-4 məsələyə toxunulur və kurikulum sistemində o ümumiləşdirilmiş konsepsiyanı bizə göstərir. Yəni 5-ci əsrdə Qərbi Roma imperiyası rəsmi olaraq ümumiyyətlə Qərbi Roma imperiyası parçalanmayıb. Romanın parçalanması nəticəsində yaranıb 476-da da süqut edib. Attilanın başçılıq etdiyi Hunların hücumuna məruz qaldı. Hə, 451 Katalan, 452 ikinci yürüş. Ölkənin vandallar tərəfindən
talan edilməsinin qarşısını ala bilmədi. Doğrudur, çünki 455-də də vandallar gələcəklər Romaya. Bunu qeyd elədik. Axın Məzdəkilər hərəkatının yatırılmasında Sasanilər dövlətinə Məzdəkilər hərəkatının yatırılmasında Sasanilər dövlətinə kömək etdi. Götürə bilmərik. Niyə götürə bilmərik? Əslində A Axund dövlətinə aiddir. Burada heç bir problem yoxdur. Amma problem odur ki, biz yadımıza salmalıyıq ki, Məzdəkilər hərəkatı nə vaxt yatırılıb? 529-da. Bu hərəkat 529-da yatırılıbsa, necə 5-ci əsr götürə bilərik? 6-cı əsr olur. Ona görə A variantını çıxır. Aksuvar xanın başçılığı ilə Sasanilərə qarşı qalibiyyətli müharibələr aparıldı. Hə, bu doğrudur. B-ni götürdüm. Çünki Aksuvar xan özü 430-da hakimiyyətə gəlib, ümumi 5-ci əsrdə hakimiyyətdə olub. Görtüklərin hücum nəticəsində süqut etib, bu da 567-yə aiddir. O da 6-cı əsrdə. Ona görə onu da götürə bilmirəm. 1-də götürdüm B-lə C, 2-də də götürdüm B variantı. Burada da doğru cavabımız oldu. C variantı 6-cı sualda. Sonra gəldik 7-ci suala. 7-ci sualda bizdə qədim şərq mövzusu, bir dənə sualımız var, 5 dənə də dövlətimiz. İndi buradan Çini verib bizə. Deyir ki, Sin sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə Konfutsi təliminə Sin qarşı olub, amma Xan sülaləsi onu rəsmi ideologiyaya çevirir. Bir doğrudur. Böyük Çin səddinin inşası başlanılıb Sinin dövründə 214-də 2-ni çıxdım. Mərkəzləşdirilmiş idarəetmə sistemi tətbiq edildi. Bu da aiddir Sin sülaləsinin hakimiyyəti dövrünə. Çünki mərkəzləşmiş idarəetmə sistemidir. Daha sonra vahid ölçü çəki pul sistemidir, inzibati islahatdır. Biz bunu Sinə götürəcəyik. Yəni oradan başlayıb tətbiqi oradan. Hun dövləti ilə Pinçin müqaviləsi imzalandı. Doğrudur. Avropaya gedən ticarət yollarına çıxış əldə edildi. Doğrudur. 1, 4, 5 doğru cavabımız oldu. 7-də D variantı. Qədim şərq mövzumuzda belə getdi. Ondan sonra gəldik xanlıqlar, Ərdəbil və Qaradağ xanlıqları. Yazıb ki, Bayat savaşında iştirak etmişdilər. Bayat savaşında iştirak edən 3 dənə xanlığımız var. Qarabağ və onun üzərinə gələn Şəki ilə Şamaxı. A-nı çıxdı. Şəki xanlığına qarşı hərbi ittifaqdaydılar. Qızılqaya xəyanəti. Qızılqaya xəyanətində 5 dənə xanlıq iştirak eləyir. Qarabağ, Qaradağ burada var. İrəvan, Naxçıvan və Gəncə. Amma Ərdəbil yoxdur deyə götürə bilmirəm. Sonra yazıb ki, Quba xanlığının hücumuna məruz qalmışdılar. Ərdəbil tamam, amma Qaradağ Qubanın hücumuna məruz qalmayıb. Ona görə C-ni də çıxdım. D ümumiyyətlə yanlış ki, 18-ci əsrin sonlarında meydana gəlmişlər. Yox, 18-ci əsrin ortalarında meydana gəliblər. Bir müddət Qarabağ xanlığından asılı olmuşdular. Bəli, bəli, doğrudur. Həm Ərdəbil xanlığı, həm də Qaradağ xanlığı. Ərdəbil xanlığı Pənahəli xanın dövründə, Qaradağ xanlığı da 1782-ci ildə Qarabağ xanlığına birləşdirilir, ısı vəzifə salınır. Ona görə doğru cavabımız 8-də olur. Y variantı. Sonra 9-da gəldik, belə bir Euler-Venn diaqramımız var. Üçlü Euler-Venn diaqramı imtahanda da istifadə eləyəcəklər. Ümumiyyətlə Euler-Venn diaqramı, yəni bu formada işləmək çox asandır. Niyə asandır? Konkret bildiyimiz bir şeyi götürürük və çıxdaş eləyirik. Məsələn, mənə burada neyib? 3 dənə dövlət verib. A qoyunlu, Osmanlı, bir də Qara qoyunlu. Mən dəqiq nə bildiyim var burada, dəqiq bildiyim bir şey var ki, nə bu D-ni. D dəqiq bilirəm ki, hansı dövlətə aiddir? Osmanlıya aiddir. Çünki Avropa qitəsində bir sıra ərazilərin işğal edilməsi nə Ağqoyunlu Avropaya getməyib, nə də Osmanlı Avropaya getməyib. Tez götürürəm, 2-yə yazıram D-ni. Baxıram ki, 2-də D olan variant, bircə dənə variant da var, o da A variantında. Amma A variantını seçməzdən əvvəl tələsmirəm. Baxıram, görürüm ki, əgər mən 2-yə D-ni götürüb A-nı seçsəm, digər variantlar uyğun gəlirmi? Məsələn, yazıb ki, 1-ə A, yəni Ağqoyunlu 16-cı əsrin ilk 10 ilində Səfəvlərlə müharibə aparması, hə 1501 Şərur, 1503 Alma bulağı, 1-ə A getdi. 2-yə D-yi götürdük. 3-də Qaraqoyunlu Avropada gedən 100 illik müharibə illərində yaranması, 1337-1453 100 illik müharibədir. 1410-cu ildə də Qaraqoyunlu dövləti yaranıb 3-ə götürdüm. Yeni oxşarlıqları da nədir? Oğuz türklərindən olan sülalilər tərəfindən idarə edilməsi, bəli. Teymurilərlə mübarizə aparılması, bəli. 4-də də getdi B-lə C. Doğru cavabım oldu A variantı. İşləyəndə mütləq şəkildə belə işləyin, həm də vaxta qənaət etmiş olacaqsınız. Sonra gəldi ibtidai icma, bir dənə sualdır qəbulda. Yazıb uyğunluq gözlənilmişdir. İnsanlar bağçılıq, bostançılıqla məşğul olurlar Neolit dövründə. Xeyr, orta tunçdadır bu.
İlkin şəhər mərkəzləri meydana gəldi əkinçiliyin maldarlıqdan ayrıldığı dövrdə xeyr. Çünki ilkin şəhər mərkəzləri Orta Tuncda, əkinçilik maldarlıqdan ayrılıb erkən Tuncda. Tayfa daxilində bərabərsizlik yarandı Ata xaqanlığı dövründə ümumiyyətlə doğrudur. Yəni Ata xaqanlığı gördüksə, kişi əməyin ön plana keçməsi bərabərsizlik meydana gətirir. Metaldan ilk əmək alətləri hazırlandı. Toxa əkinçiliyin inkişaf etdiyi dövrdə doğrudur. Çünki metaldan tanışdıq. Metaldan ilk əmək alətləri hazırlanıb eneolitdə. Toxa əkinçiliyi inkişaf edir. Yəni dırnaq içərisində bu dövrün əkinçiliyi toxa əkinçiliyi adlanır. Bu dövrdə eneolitdir. Buna görə doğru cavabımız olur 3-lə 4. O da C variantındadır. Sonra gəldik 11-ci suala. 11-ci sualda belə bir 2-ci Qarabağ müharibəsi və antiterror əməliyyatlarına aid sual verib bizə. Yazır ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror əməliyyatı arasındakı dövrə aiddir. İndi baxaq görək nə aiddir, nə aid deyil. Naxçıvanda gündüz əməliyyatı 1900 nədir? 2018-ci ilin mayındadır. Ona görə A-nı götürə bilmirəm. Qondarma Dağlıq Qarabağ Respublikasının buraxılması bu söhbət antiterror əməliyyatı ilə olacaq. B-ni də götürə bilmirəm. Sonra Xankəndi şəhərində Zəfərin 3-cü ili münasibətilə paradın keçirilməsi. Baxın, Zəfər olub 2020-ci il noyabrın 8-də. Zəfər günüdür. 3-cü ili də olur 2023-cü ilin noyabrın 8-də. Amma bizə deyir ki, 2023, yəni sentyabrına qədər olsun, C-ni çıxdım. Azərbaycan ordusu tərəfindən Talış yüksəkliyin azad edilməsi. Bu, ümumiyyətlə, 2016-cı il aprel döyüşlərinə aiddir. D-ni də çıxdım. 7 Azərbaycan ordusunun Qarabağda qisas əməliyyatını həyata keçirməsi. Hə, bu doğru cavabdır. Qisas əməliyyatı olub bizdə 2022-ci ilin avqustunda. Ona görə 11-də doğru cavabımız olur. Y. Qarabağ müharibəsi, ümumiyyətlə 2-ci Qarabağ müharibəsi və Vətən müharibəsi bizə mütləq şəkildə bir sual olaraq qarşımıza çıxacaq. 12. 1870 kəndli əsasnaməsi, kəndlərə verilən hüquqlar və kəndlər üzərinə düşən vəzifələr. Hüquq nədir? Hüquq kiminsə mənim üçün etməli olduğu bir şeydir. Mənə verilən bir şeydir. Vəzifə isə mənim etməli olduğum bir şeydir. Məsələn, hüquq nədir? Pay torpaqlarının satın alınması mənim hüququmdur. Mənə bunu veriblər ki, gedib pay torpağını satın ala bilərsən. A-nı götürdüm. Hüququmdur. Satın almaq üçün dövlətdən maliyyə dəstəyinin alınması. Xeyr, mənə belə bir hüquq verməyiblər. Mənə deyirlər ki, pulun varsa, get al. Meşə, çəmən və otlaq sahələrindən pay alınması. Ümumiyyətlə, bu meşə, çəmən, otlaq söhbəti 1819-cu əsr islahatlarında deyil. Bu söhbət gedir çıxır 1903 və 1912-ci il islahatlarına, yəni onun bura aidiyyatı yoxdur, senində çıxır. Vəzifəm nədir? Mənim etməli olduğum nədir? Pay torpağını satın alanı da sahibkarlara vergi ödəməsi vəzifəmdir. Mən torpağı alana qədər vergini ödəməliyim. Bir də sahibkarlıq xeyrinə biyar yerinə yetirməsi. Xeyr, 1870-ci ildə kapitalizmin ən inkişaf etdiyi dövrlərdən biridir. Mən biyar yerinə yetirmirəm, biyarın əvəzinə pul ödəyirəm, getmirəm biyara. Beyni çıxdım. Öz pay torpaqlarının məcburi surətdə satın alması da, bu da yenə 1912-yə aiddir, ora aid deyil. Ona görə doğru cavabımız olur. Bir də A, kontrol qalacaq. Yenə 2-də də A variantı. İdeal saç stilim. Bu da Azərbaycan 19-cu əsrin ikinci yarısı hissəsidir. İkinci yarısında oradan da bizə mütləq şəkildə bir dənə sual düşür. 12-ci sualda qoyduq kənara. Gəldik 13-ə. Görək 13-də bizdən nə istəyir? Roma imperiyası Konstantinopoldan idarə edildiyi dövrü üçün xarakterikdir. Yəni, biz birinci bilməliyik ki, Roma imperiyasının paytaxtı Konstantinopola nə vaxt köçürülüb? 330-cu ildə. Roma imperiyası nə vaxta qədər mövcud olub? 395-ci ilə qədər. Yəni 313, daha doğrusu 330, 395-ci illər aralığında bir hadisə istəyir bizdən. Xristianlara ibadət 313-dədir, biri götürə bilmirəm. Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub edilməsi söhbət burada Amit döyüşündən gedir. 359, 2-ni götürdüm. Ərazisində Frank dövlətinin yaranması. Frank dövləti 5-ci əsrin sonlarında yaranacaq. Heç onda Roma imperiyası yox idi, heç onda Qərbi Roma imperiyası da yox idi. 3-ü çıxın. Cənubi Qafqazın bölüşdürülməsinə dair Sasani dövləti ilə sülh müqaviləsinin bağlanması, hə, doğrudur. Çünki Cənubi Qafqazı bunlar 387-də bölüşdürüblər.
Parfiya ilə müharibədə yeni ərazilərin işğal edilməsi. Parfiya ilə müharibəni bilirsiz nə vaxt aparıblar? Eradan əvvəl 2-ci əsrdən başlayıb onların müharibəsi bizim eranın 2-ci əsrində Mat Trayanın dövrü də daxil olmaqla. Və burada doğru cavabımız olacaq 2 və 4, yəni B variantı. Sonra gələk 14-cü suala. Aha, yenə Səfəvilərdən bir sual çıxdı qabağımıza. Şah II. Abbasın hakimiyyəti dövründə Azərbaycan Səfəvi dövlətində xristian əhali. Görək nə edə bilərdilər bu xristian əhali? Ümumiyyətlə xristianlarla Şah II. Abbasın işi yaxşı olub. Yəni ermənilər olsun, gürcülər olsun, digər xristian əhali olsun. Dövlət idarəsində təbii ki, vəzifə tuta bilərlər. Hə. Osmanlı şəhərlərinə ticarət karvanları göndərə bilirdilər. Hə, niyə xristianlarla arası yaxşı olub? Çünki xristianlar əsasən ermənilər olsun, gürcülər olsun, bunlar ticarətlə məşğul olurdular. Buna görə hətta onları vergidən filan da azad eləmişdi. Üçdə yazıq birinci Pyotr, Şah II. Abbas bunlar ümumiyyətlə bir-birlərini görməyiblər. Çünki Şah II. Abbas 1642-1666-da hakimiyyətdə olub. Birinci Pyotr isə 1689-1725-də hakimiyyətdə olub. Bunlar bir-birini görməyiblər. Hərbi xidmətə görə iqta axırıncı dəfə qalıb 14-cü əsrdə. 15-ci əsrdə soyur qaldı, 16-dan 19-da daxil olmaqla tiyuldu. Ona görə 14-cü sualda doğru cavabımız olur A variantı. Gəldik 15-ə. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində kənd sakinlərinin şəhərə köçməsinə yeni məhdudiyyətlər qoyuldu. Nə? Təbii ki, pasport sisteminin tətbiqi nəticəsində Azərbaycanda kəndlərə pasport vermirlər. SSR-də 1932-ci ildə pasport sistemi tətbiq edilir, amma kolxozçulara bu pasportu vermirlər. Kolxozçulara pasport verə bilmirlər deyə onlar olduqları ərazini tərk edə bilmirlər. Onlar tərk edə bilmirlər deyə də bu məhdudiyyətlər meydana gəlir. Niyə vermirlər kolxozçulara pasport? Çünki deyirlər ki, qalsınlar kənddə və burada kolxozun işləri ilə məşğul olsunlar, təsərrüfat inkişaf eləsin. 1932-dədir bu söhbət, amma 1959-cu ildə Xruşovun dövründə kolxozçulara da pasport veriləcək. Bu da kənd əhalisinin şəhərə sürətlə axınını təmin edəcək. Hər heç. Gəlin qəşəng sual verim onda sizə. 1932-ci ildə Millətlər Cəmiyyətinə daxil olan dövlət. Bunu da tapıb rəylərdə yazarsınız. Vaxtı ilə qəbula da düşüb. 14-cü əsrin 40-cı illərində Təbrizdə baş vermiş üsyanın səbəbi bu 1344-cü ildə Təbrizdə Məlik Əşrəfə qarşı qalxmış üsyandan gedir söhbət. 1344 Məlik Əşrəf. Məlik Əşrəf də kim idi? Məlik Əşrəf yazmaqdan Mışı yazdım. Nəysə. Məlik Əşrəf Çobani ağalığı ilə Azərbaycanı idarə edən şəxslərdən biridir. Çünki həmin dövrdə Azərbaycan rəsmi olaraq Hülakülərin tərkibində olsa da 1337-dən 1357-yə qədər Hülakü dövlətini Çobanilər idarə ediblər. O da ki, onların zülmləri şiddətlənir deyə 1344-cü ildə Təbrizdə üsyan qalxır. Sonra 17-ci sual. 20-ci əsrin ilk və sonuncu 10 illiyində Azərbaycan, yəni 1900 1910, 1990, 2000. Görək nə var bu dövrdə? Sosializmdən kapitalizmə keçid dövrü hökm sürürdü. Yox. Anı çıxdı. İqtisadiyyatın əsas gəlir mənbəyi qeyri. Ümumiyyətlə, Azərbaycanda hər zaman iqtisadiyyatın əsas gəlir mənbəyi neft sektorudur, qeyri-neft sektoru deyil. B-ni də çıxdıq. Qanunverici orqana. Niyə A-nı götürmürük? Bu arada A-nın üstündən keçdik. Çünki sosializm söhbəti 90-cı illərə aiddir. Biz 1910-cu ildə hələ hakimiyyətə Sovetlər gəlməmişdilər. Bolşevik inqilabı 1917-də olacaq. Yəni bizdə sosializm yoxdur, kapitalizm idi. Qanunverici orqana seçkilərdə məhdudiyyət artmaqda idi. Yəni həmin dövrdə Azərbaycan müstəqil deyil, Çar Rusiyasının tərkibindədir 1910-da. Qanunverici orqanımız yoxdur, yəni biz onlardan tabeyik deyə. 1990-2000-də də elə də böyük, yəni qanunverici orqanımız var parlamentdə, amma elə bir məhdudiyyətimiz yoxdur orada. Dinc əhali erməni hücumlarından əziyyət çəkirdi. Hə, doğru cavabımız budur. Niyə? 1905-6 Çarizmin milli qırğın siyasəti, 1988-94 yenidən müharibə doğru cavabımız olacaqdır. Respublikada hüquqi dövlət quruculuğu davam edirdi. Bu 92-minə aiddir. Çünki 1900 dediyimiz kimi 1910-cu illərdə Azərbaycanda hələ müstəqil dövlət yox idi.
Sonra 18-8-ci əsrin əvvəllərində ərəb xilafətinin Azərbaycanda yeritdiyi siyasət nəticəsində Bərdə şəhəri Ərəb Əmirliyinin mərkəzinə çevrilib. Bəli, 705-də Albaniyanı süquta uğradılar və Bərdə olur Qafqazdakı ərəb canişinliyin mərkəzi. Ümumiyyətlə, bax, Qust söhbəti var ha. Bu Qust söhbəti Sasanilərə aiddir. Ona görə ikini çıxıram. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Hə, üçü götürdüm. Ərdəbil şəhər nəhasi cizyə vergisindən azad edildi. Birincisi, azad edilən Ərdəbil deyil. İkincisi də ki, bu söhbət 643-də olub, Dərbəndə aid. Ərdəbilə aid deyil, dördü çıxdı. Hərac vergisi torpağın sahəsinə görə toplanmağa başladı. Yanlışdır. Çünki bu ə, Abbasilərin dövrünə aid deyil. Xəracın torpaq sahəsinə görə toplanması o da 8-ci əsrin sonlarındadır. 5-i də çıxdım. Doğru cavabımız oldu 1 və 3. Sonra gəldik 19-cu sual. AXC. AXC bir dənə sualımız var. AXC-dən mütləq şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti. Azərbaycan qəşəng sualdır. Parlament 1918-ci il 7 dekabrda açılacaq. Yazıb türk dili dövlət dili elan edilib 18-in iyunundadır. Bu ikinci hökumət kabineti edib. Heç o vaxt qanunverici orqan, yəni Milli Şurada yox idi. Dövlət bayrağını təsis etdi. O dövlət bayrağımız 2 dəfə təsis edilib. Bir iyunda, bir də noyabrda, yenə onda da yox idi. Parlament paytaxtın Bakıya köçürməsinə qərar verdi. Paytaxt Bakıya sentyabrda köçüb, yenə onda parlament yoxdur. Vətəndaşlıq haqqında qanun qəbul etdi. Bəli, 1919-cu ilin avqust ayında, doğrudur. İkinci hökumət kabinetinin tərkibini təsdiq etdi. Bu da yenə iyun ayındadır. Orada yenə bizim parlamentimiz yoxdur. Bunu da qoyduq kənara, gəldik 20-ci suala. Osmanlı dövlətinin durğunluq dövrünə aid olanları müəyyən edin. Osmanlı dövlətinin durğunluq dövrü əhatə eləyir 16-cı əsrin 70-ci illərindən 1699, yəni 17-ci əsrin sonuna. Belə deyək də, 16-nın sonundan 17-nin sonuna qədər olan dövrü. Köprülü Mehmet Paşanın Çanaqqalda Venesiyaları məğlub etməsi, bəli, ümumiyyətlə Köprülü Mehmet Paşa 17-ci əsrdə də islahatları keçirib. Sədrəzəm İbrahim Paşa 1718-də vəzifəyə gəlir. Bu Lalə dövrünə aid 18-ci əsrə. Ukraynada Rusiya və Çar Respublikanın məğlub edilməsi doğrudan 17-ci əsrə aiddir. Qaradənizə təkbaşına hakimiyyətin başa çatması 1774 Kiçik Qaynaca Rusiyanın Qaradənizə çıxışı ilədir. Prut müqaviləsi də 1711, yenə 18-ci əsrdə çıxdım. Doğru cavab qaldı 1 ilə 3. O da hardadır? D variantında. Sonra gəldik digər belə bir sualımız var. Salari dövlətinin mövcudluğu dövründə yaranmışdı. Bu %100 Şəddadi dövlətidir. Nə gözəl, Şəddadi dövləti yoxdur, Ərdəbil əmirliyi idi. Okay. Salari 941-981-ci illərdədir. Şəki hakimliyi yaranıb 9-cu əsrin 60-cı illərində, Rəvvadi əmirliyi 8-ci əsrin sonlarında, Dəbil əmirliyi 951, Dərbənd əmirliyi 869, Tiflis Müsəlman əmirliyi 8-ci əsrin 30-cu illəri doğru cavabımız oldu. C variantı. Gəldik 22-yə. 22-də qəşəng bir xəritə verib bizə. Yazıb ki, xəritədə rəqəmlə göstərilmiş dövlətlərin Fransadan fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Yerləşməli bir dəqiqə. Hə. Okay. Deməli, xəritədə bizə göstərilən dövlətlər, yazaq bura 1 İngiltərədir. İngiltərə, yox İngiltərə. 2 Türkiyədir. 3-dəki Rusiyadır. Və bizə deyir ki, Fransadan fərqli cəhətlər. 1, yəni İngiltərənin Fransadan fərqli cəhəti. Donanmasını Çanaqqala boğazına yeritdi. Bu oxşarlıqdır. Hər ikisi İngilis, Fransızlar Çanaqqalada olurlar. Biri çıxdı, çıxdım. Tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi. Bu da oxşarlıqdır. B-ni də çıxdım. Cənubi Azərbaycan ərazisini işğal etdi. Hə, bu aiddir İngiltərəyə. C-ni götürdüm. 1-ə C. Yazaq bura 1-ə C. Sonra 2 hara idi? 2 Türkiyə. Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Hə, %100 Türkiyə, yəni Osmanlıya aiddir. 2 A-nı götürdüm. Ərazisində fəal hərbi əməliyyatlar aparılırdı, oxşarlıqdır. Hə, Birinci Dünya müharibəsində soruşdur. Heç o başlığa baxmamışam. Deyirəm ki, hamısı Dünya müharibəsinə aiddir. Nə oldu? Heç bir hərbi ittifaqa qoşulmadı. Yanlışlıqdır, hər ikisi hərbi ittifaqda olublar. Biri Antantadadır, biri də ki şeydə. Üçlər, sonra da dördlərdə. Birinci Dünya müharibəsində Rusiya Alman qoşunlarının hücumuna məruz qaldı.
şarlığı da Rusiyada məruz qalıb, Fransada məruz qalıb. Bir anı çıxdım. Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarından qalib gəldi. Sarıqamış beyni götürdüm. Separat üsül bağlayaraq Brest-Litovsk müharibədən çıxdı. Seni götürdüm. Deməli, birdə oldu C, ikidə oldu A, üçdə də oldu B ilə C. O da hardadır? Hmm, O da Y variantındadır. Doğru cavabımız oldu Y. Falı suallarımız bitdi. Gəldik açıq suallara. Açıq suallara belə bir 23-də sualımız var. Azərbaycanda Böyük Səlcuq dövlətinin hakimiyyəti dövrünə aid olanları müəyyən edin. Saci nə gəzir? O dövrdə Saci yoxdur. Ümumiyyətlə Səlcuqlar Azərbaycana gələndə Rəvvadi, Şəddadi bir də Şirvanşahlar var idi. İki doğrudur. İki doğrudur. Rəvvadilər dövlətinin varlığına bəli, üç də doğrudur. Azərbaycan ilk dəfə türk sülaləsi tərəfindən vahid şəkildə birləşdirilir. Bu sacilərdir. Dördü çıxdı. İqta torpaq mülkiyyətini ləğv eləmir. Əksinə Səlcuqların dövründə 11-ci əsrdə iqta Azərbaycanda başlıca torpaq mülkiyyət formasına çevrilir. Bax bunu unutmayın. 11-ci əsrdə iqta özü Məlikşahın dövründə o qədər iqta paylanıb ki, iqta başlıca torpaq mülkiyyət formasına çevrilir. Doğru cavab oldu 2 və 3. Sonra gəldik 24-də. Arat da dövlət qurumu ilə Manna dövlətinin tarixinə də oxşar xüsusiyyət. Aratdanı bu il təzə salıblar. Yəni illərdir mən abituriyent olan dövrümdən Arat da yox idi dövlət qurumlarının içərisində. Bu il təzə salıblar və modeldə də görürük. Düşərmi? İnanmıram. Düşər, ona görə narahat olmayın. Üzr istəyirəm. Oxşar xüsusiyyət istəyir bizdən. Sümer Şəmiyyə Manna Şümeri görməyib. Biri çıxdıq. Ensi Aratdadadır. Ural dövlətinin işğalçı hissəsinə qarşı mübarizə aparan Mannadır. Urmiya gölü hövzəsində meydana gəlib hər ikisi və müxtəlif tanrılara sitayiş edib hər ikisi. Bəli, doğru cavabımız olur 4-dən 5. Sonra gəldik 2-ci Dünya müharibəsindən sonraki dövr, yəni soyuq müharibə. Bir dənə sualımız var burada. Yazıb ki, izahatların doğru verildiyi sətirləri müəyyən edin. Sədd çəkmə siyasəti, aham, bir doğrudur. Dəmir pərdə bloklara qoşulmayan, dəmir pərdə kapitalizmdən sosializm arasında soyuq müharibəni başladan Churchillin Fulton nitqi 46-cı il. Strateji müdafiə təşəbbüsü Sovet raket təhlükəsinin kosmosdan məhv edilməsi məqsədilə ABŞ-da elan edilmiş proqram, bəli, doğrudur, Reaganın dövründə. Buzların əriməsi dövrü çox qütblü dünya nizamının dağıldığı zaman kəsilir. Buzların əriməsi dövrü hardasa bilsiz nə vaxt gedir? 20-ci əsrin 50-60-cı illəri. O SSRİ Xruşovun dövrü, nə bilim, ABŞ-da Kennedy'dir, Ferdi adı, yəni bu hissələr. Çox qütblü dünya nizamının dağıldığı zaman kəsi isə 1991 SSRİ-nin süqutu ilə. Doğru cavabımız oldu 25-də 1-dən 3. Gəldik 26-ya. Bizdən belə bir xronoloji ardıcıllıq istəyir. Tabii Dədə Qorqudun 1300 illiyi keçiriləcək 2000-ci ildə. Birinci Avropa oyunları 2015'ti. Bakıda Muğam Müəllimi 2009'du. Türksoy da 1993'tü. Ardıcıllığımız olacaq deməli 4, 1, 3 və 2. 4, 1, 3, 2. Doğru cavabımız oldu belə. 4, 1, 3, 2. Sonra gəldik 27. Yazıb uyğunluğu müəyyən eləyin. Avropada 13-cü əsr və 15-ci əsr. Norman Hersoqunun İngiltərəni işğal etməsi bu 1066-da heç birinə getmədi. Anı çıxdım. Fransada baş ştatların ilk dəfə çağırılması bu 1304 heç birinə getmədi, çıxdım. Konstantinopolda Latın imperiyasının yaranması 13-cü əsrə aiddir. Konstantinopol Avropadadır da, doğrudur. Deyəcəkdim, amma Avropaya aid deyil, Asiyaya aid, amma Konstantinopol, yəni İstanbul Avropa boğazında yerləşir. Ona görə belə seni götürdük. Vahid İspaniya Krallığı 1202 yazaq, 1202, 1204, sərə bir üçündə 1204-də yaranır. Vahid İspaniya 1479-dur. Bu da gedəcək 15-ci əsrdə. Dini müharibələr başa çıxması gedib çıxır. 30 illik müharibə 17-ci əsr. 1648. Deməli, bir də C, 2-də də D. Gəldik situasiya, mətn verib bizə və istəyir ki, bu mətni yazaq. Yazaq 1386-cı ildə Səfəvi Şahı Osman Dövlət Barışı Günüzün danışıqlara başlamaq təklif edir. Osmanlı divanından buna cavab olaraq Gəncəni və Qarabağın Osmanlılara təslim edilməsi tələb olunur. İstanbulda aparılan yağış yağır. Danışıqların uğursuzluqla nəticələnməsinin səbəblərindən biri qarşı tərəfin geniş ərazilər tələb etməsi olur. Danışıqlar aparıldığı bir vaxtda Osmanlı qoşunları Səfəvi dövlətinin içərilərinə doğru hərəkət edərək yeni ərazilər ələ keçirir. Belə bir vaxtda Məhəmməd Xudabəndə oğlunun xidmət taxtdan əl çəkməli olur. Tamam. Taxta yenicə çıxmış şah bir daha danışıqlar aparmaq üçün öz elçilərini Osmanlı paytaxtına
göndərir. Osmanlı tərəfi də olduqca məsrəfli savaşdan xilas olmaq üçün Səfəvi nümayəndələrini xoş qarşılayır. Okey, bildik ki, söhbət nədən gedir. 28 deyir ki, bəhs edilən tarixdə mənbədə verilməyən hansı hadisəyə görə danışıqların uğursuzluğuna nəticəsini qeyd edin. Yəni elə mətni oxuyanda onu deyəcəydim, sonra dedim ki, gözləyim deməyim. Orada mən də testlər ilk dəfə görürəm, ona görə belə qaldım. Nədir məsələ ki, 1586-cı ildə Osmanlılarla sülhü təklif edir Həmzə Mirzə. Xudabəndənin oğlu Həmzə Mirzə. O deyir ki, siz Təbrizi qaytarın, Təbriz bizdə qalsın, digərlərini tutarsınız. Osmanlı deyir ki, yox, Təbriz bizdə qalsın, digərlərini sizə qaytaraq, əlavə Gəncə və Qarabağı da bizə verin. Ona görə söhbət uzanır. Nəyə görə? Çünki Oy, Həmzə Mirzəni öldürürlər. Sülhü çünki elə əsas bu təşkil eləmişdi, o demişdi. Sonra nə yazıb? Yazıb ki, Səfəvilərin bəhs edilən müharibədə uğursuzluğuna səbəb olan xarici faktoru yazın. Ümumiyyətlə, buradakı müharibə 1578-1590-cı illər müharibəsidir. Bu müharibədə bizə deyir ki, yəni niyə məğlub oldu? Sual bizə onu verir ki, yəni niyə Səfəvilər bu müharibədə məğlub oldular? Və bizdən nə istəyir? Xarici faktoru istəyir. Xarici faktorda nə olacaq? Yəni Səfəvə mütləq şəkildə Osmanlı hücum eləyibsə, əsas bilin onun xarici faktoru var. O da nədir? Hətta bu formada Dimin bir dənə də situasiyası var. Deyir ki, 16-cı əsrin 80-ci illəri, bir də 16-cı əsrin 30-cu illəri Səfəvi dövlətinin tarixinə aiddir. İki cəbhədə müharibə aparması. İki cəbhədə müharibə. Bu iki cəbhədə müharibə kimlərdir? Yəni biri Osmanlılardır, onu zaten mətndən bilirik. İkincisi Şeybanilər. Şeybanilərlə mübarizənin aparılması. Plus nə deyə bilərik? Xarici səbəblərdən biri. Osmanlı bu müharibəyə tək gəlməyib, Krım türkləri ilə bir yerdə gəlib, onu da deyə bilərik. Sonra yazıb 30-da Yeni Səfəvi hökmdarın Osmanlı danışıqlarının nəticələrindən ikisini yazın. Yeni Səfəvi hökmdarı Abbasdır. Abbas da Osmanlılarla danışıqlar aparır və bu danışıqlarda sülh imzalanır. İstanbul sülhü. Götür İstanbul sülhünün şərtlərini yaz, doğru çıxsın. Ya da yaz ki, İstanbul sülhü imzalandı. Azərbaycanın böyük bir hissəsi Osmanlılar tərəfindən işğal edildi. İstanbul sülhünə əsasən Azərbaycanın kiçik bir hissəsi, nə bilim, Ərdəbildi, Xalxalq, Qaracadaq, Lənkərandı. Bunlar qaldı Səfəvilərin əlində. Digər ərazilər isə Osmanlılar tərəfindən tutuldu. Bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm və videonun əvvəlində də qeyd elədiyim kimi sınaq qruplarımız başlayır mart ayının 31-dən. Əlavə məlumat üçün nömrəyə yazaraq məlumat əldə edə bilərsiniz. Növbəti videolarda görüşənə qədər hələlik.